Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 6-cı sinif mövzusu olan düzbucaqlı koordinat sistemində simmetriya və yerdəyişmə mövzusuna baxacaq uşaqlar. Mövzu keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuları, həm də orta məktəb dərslərindəki sualların izahları paylaşılır uşaqlar. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi keçək uşaqlar mövzunun izahına. Uşaqlar, düzbucaqlı koordinat sistemində simmetriya dediyimiz zaman iki cür simmetriya olacaq. Bir x oxuna nəzərən, bir də y oxuna nəzərən. Əgər uşaqlar, mən desəm ki, x oxuna nəzərən simmetriya desək, məsələn, hər hansı bir nöqtə verilib. Məsələn, A nöqtəsi x, y nöqtəsidir. Baxın uşaqlar, x oxuna, biz bax, o x oxuyasıq. Bu ox deyil bu söz. O x oxuna nəzərən və yaxud da absis oxuna nəzərən sözü deyilərsə, onda sənin yeni koordinatında x olduğu kimi qalıb, y nə olacaq uşaqlar? Y isə əksinə dəyişəcək uşaqlar. Məsələn, gəlin buna bir misal yazaq. Deyirəm ki, məsələn, 5 - 4 nöqtəsi vermişəm. Deyirəm ki, o x-a görə dəyiş olacaq 5 müsbət 4. Gördünüz, y əksinə dəyişəcək. Mənfidirsə müsbət olacaq. Yox, əgər uşaqlar absis dedik ordinat oxuna, ordinat və yaxud da o y oxuna nəzərən simmetriya desək isə, y-ın koordinatı olduğu kimi qalıb, x-i əksinə dəyişəcək. Məsələn, deyirəm ki, 5, məsələn, 7 yazmışam. Deyirəm ki, o y oxuna görə dəyiş olacaq -5, 7. Yəni, bu şəkildə baxmamız lazım. Uşaqlar, birdən bizə koordinat başlanğıcına nəzərən deyə bir sual düşsə, koordinat başlanğıcına nəzərən, onda bu 0,0 nöqtəsi də qeyd olunur. Əgər mən məsələsində desəm ki, 5, hər dəfə 5 yazdım. Yazdım ki, 2 - 3 nöqtəsini deyirəm ki, 0,0 nöqtəsinə görə dəyişdiyəndə hər ikisi əksinə çevriləcək. Bu 2 olacaq -2, -3 olacaq, 3 olacaq uşaqlar. Bu şəkildə olmalıdır. İndi gəl misallara baxaq uşaqlar. Burada deyək ki, uşaqlar, A nöqtəsinin absis oxuna nəzərən nöqtə hansıdır deyir. Mən burada birinci A nöqtəsinin koordinatlarını tapmalıyam. Elə deyil mi uşaqlar? A nöqtəsinin koordinatları x-i -4-dür, y isə 3. -3, 4 nöqtəsini o x oxuna nəzərən olsa, olacaq -3, -4. Gəlin, baxaq görə -3, -4 nöqtəsi hansıdır? Mən burada səhv eləmişəm uşaqlar. Niyə belə yazdım ki mən? Üzülü sayın. X-i -4, y-ı 3 eləyəcək uşaqlar. O x oxuna görə baxdığımız zaman mənim nöqtəm olacaq -4, -3. Varmı -4, -3 nöqtəsi? Baxın, P nöqtəsi. Demək, A variantı nə oldu? Cavabımız P. Deyək ki, Y nöqtəsinə ordinat oxuna nəzərən, Y nöqtəsinə baxalım uşaqlar. Y nöqtəsinin koordinatları olacaq 4, 3. O y-qa nəzərən deyirsə uşaqlar olacaq -4, 3 nöqtəsi var. -4, 3 nöqtəsini gəlin baxalım aşağılar. Baxın, bu nöqtədir. Olacaq -4, 3 nöqtəsi. Deməli, A nöqtəsinin özü olacaq uşaqlar. Deməli, B-yə də oldu A variantı. A. Hansı nöqtələ absis oxuna nəzərən simmetrik? Absis oxu deyəndə uşaqlar, baxın, x-i dəyişməməlikdə. X-i dəyişməyən nöqtələr. Məsələn, bax, elə A ilə P məsafələr eyni idi. Sonra, məsələn, D ilə, buradan buraya qədər məsafə 3-dür, buradan buraya qədər 1, 2, 3. Məsələn, D ilə E, sonra buradan buraya 3-dür, bu ilə bu, bax, Y ilə G. Bu şəkildə baxa bilərik uşaqlar. Hansı nöqtələr ordinat oxuna nəzərən deyilsə, ordinatları eyni qalmalı, yəni y-larımız eyni qalmalı. Baxın uşaqlar, A ilə D məsafələr eynidir. Hələ deyilmi? Baxın, görə düzdür. A ilə Y uşaqlar, A ilə Y. Məsələn, bu C ilə M ola bilər, sonra bu B ilə F. Bu B bərabərdir. Sonra bax, P ilə -4, bura müsbət 4. Görürsünüz, bu şəkildə ola bilər. Sonra gəldi misal nömrə 2-yə. Bizə deyir ki, uşaqlar, həm absis oxu üzərində, həm də ordinat oxu ilə simmetriyanı yaz. Məsələn, B nöqtəsi oldu 5, 1. X oxuna nəzərən yazsaq olacaq 1, -5. Məsələn, baxın uşaqlar, C-ni artıq 2, -2-dir. Nə olacaq x oxuna nəzərən?
olacaq 2, 2 olacaq uşaqlar. Yəni bu şəkildə hamısını yazmıram. Məncə bunları artıq siz yaza bilərsiniz, bu şəkildə davam edə bilərsiniz. Məsələn, ordinat oxuna nəzərləndəsə, gəlin h-a baxaq məsələn. -4, -5-dir. Desəm ki, o-y oxuna nəzərləndəsək, müsbət 4 nə? -5 olacaq uşaqlar. Məsələn, bu f nöqtəsinə, f-ya yox da gəlin g-yə baxaq. 3, 3 nöqtəsi o-y oxuna nəzərləndəsə, uşaqlar, olacaq -3, 3 nöqtəsi olacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. İndi gəldi uşaqlar, biz bəs yaxşı bizə verilən hər hansı bir fiquru simetri necə köçürəsik? Uşaqlar, burada qayda budur ki, məsələn deyir ki, bu AB düz xəttini absis oxuna nəzərən, yəni x oxuna nəzərən simetri köçürmək lazımdır. Biz bundan ötürü bu nöqtələrin koordinatlarını tapmaq. Bu həm A nöqtəsinin koordinatlarını 1, 1-dir, həm də B nöqtəsinin koordinatlarını, yəni 2, 3 nöqtə, 2, 3. Uşaqlar, və burada absis oxuna görə mən bunların nöqtələrini tapmalıyam. Bu olacaq 1, -1, bu olacaq 2, -3. Gəlin bunları qeyd edəyək uşaqlar, bu nöqtələri absis oxuna dediyinə görə. Bu olacaq 1, -1 bura. Bu olacaq 2, -3 də bura. Və bu A nöqtəsidir, bu da B nöqtəsi. Uşaqlar, baxın, xəttimiz bu şəkildə oldu. Yeni keçən bu üçbucağı uşaqlar, baxın. Burada da mən birinci C-nin koordinatlarını yazıram. 1, 1-dir. Y-nin koordinatları 3, 1-dir uşaqlar. B-nin koordinatları isə 4, 3 şəklində olacaq. Buradan, indi uşaqlar, bax, yenə də absis oxuna nəzərən OX, OX və OX oxuna. Yəni 1, -1-dir. 3, -3-dür. 4, -3-dür. Gəlin qeyd edəyək uşaqlar. 1, -1 nöqtəsi bax buradır. Sonra 3, -1 buradır. 4, -3 isə buradır uşaqlar. Mən bu nöqtələri belə birləşdirsəm, mənim figurumu gördünüz, burada alındı uşaqlar. Baxın bu şəkildə. Bura C, bura Y, burada B şəklində oldu. Baxın uşaqlar, ordinat oxuna nəzərən dediyi zaman da eynidir. Mən bunu yazmayacağım. Bunu artıq siz özünüz məncə yaza biləcəksiniz uşaqlar. Bu şəkildə qeyd eləməyimiz lazım. Uşaqlar, baxın. Burada indi baxın fiqur var da. Deyir ki, birinci növbədə absis oxuna nəzərən. Bu fiqurda baxın, bu nöqtəyə baxın. 3, bax, bu nöqtə 0, 3 nöqtəsidir. Absis oxuna görə 0, -3-ə gələcək uşaqlar. Bu nöqtəyə baxın. -1, 2 nöqtəsi. İndi bu nöqtə olacaq. -1, -2-yə gələcək. Baxın, belə. Deməli, mənim figurum burada olacaq. Sonra bu nöqtəyə baxın uşaqlar. -2, 2-dir. Hani -2, 2 olacaq. -2, -2 olacaq. Bu belə. Sonra gələcək, bax uşaqlar. Bu -2, 1. Hani -2, -1 olacaq. Bura gəlir. Bu belə. Bu da oldu uşaqlar. -3, 0. Bu da olacaq. Yenə də -3, 0 olaraq qalacaq. Bu da gələcək bura. Baxın, belə bir fiqur alındı. Eynisini burada tətbiq edəcəm. Yenə də baxın uşaqlar, bu nöqtəyə 1, 2 nöqtəsi deyil mi? 1, -2 olacaq. Bu belə. Sonra bu nöqtəyə baxsaq, bu nöqtəyə 2, 2 nöqtəsidir. Olacaq 2, -2. Bura olacaq. Buradan birləşdirirəm. Sonra gələcək belə. Uşaqlar, baxın, bu belə gələcək. Sonra bu nöqtəyə, sonra bir də buradan belə. Baxın uşaqlar, ulduz alındı. Yəni bu şəkildə olmalıdır. İndi uşaqlar, bunu siz bu şəkildə həll edirsiniz. Məsələn, birinci nöqtə budur. Bu nöqtələrə görə baxın da. Məsələn, bu nöqtəyə baxağın nədir bu? Məsələn, -1, 2 nöqtəsidir, deyilmi? İndi bu ordinat oxuna nəzərən. Məsələn, bu nöqtəyə baxsaq, nə olacaq? Məsələn, bu oldu -1, 2-dir. Orada 1, 2 nöqtəsi olacaq. Bu belə olacaq. Elə deyilmi? Bu belə. Sonra məsələn, bu nöqtəyə baxsaq 3, 0-dır. İndi 0, 3 nöqtəsidir. Yenə 0, 3 burada olacaq uşaqlar. Bu belə. Bunu belə çəkəcəm. Sonra bunu belə. Sonra nə olacaq? Baxın uşaqlar, bu nöqtəyə gəl. -2, 0 olacaq. 2, 0 nöqtəsi. Bu buradan belə gələcək uşaqlar. Oldu? Deməli, düz alınmaya bilər. Sonra baxın uşaqlar, bu nöqtəyə baxsaq, bu nöqtə nə olubdur bax? -1, 0 deyil mi? Bu müsbət 1-ə bura gələcək uşaqlar. Sonra buradan da belə. Buradan da belə. Baxın, belə bir fiqur alındı. Bu da belə oldu uşaqlar. Simmetriya mövzumuz bu şəkildə. Sonra var uşaqlar burada yer dəyişmə mövzusu.
Yer dəyişmədə nə edəcək uşaqlar? Biz uşaqlar baxın, burada iki oxumuz var idi. Üfüqi, elə deyilmi? Və bir də şaquli idi də. Uşaqlar üfüqi oxumuz x oxudur. Şaquli oxumuz isə y oxudur uşaqlar. İndi bizdə uşaqlar baxın üfüqi oxda sağ və sol var. Baxın uşaqlar. Bura koordinat başlanğıcıdır. Bura sağ tərəfdir. Sağ, bura soldur uşaqlar. Şaqulidə isə uşaqlar, bura yuxarı, burada aşağı olacaq uşaqlar. Yuxarı və aşağı. Əla. İndi uşaqlar bizdə sağa getdi deyəsə toplayacaq, sola getdi deyəsə çıxasıq uşaqlar. Oldu. Sonra yuxarı getdi dediyimiz zaman toplayacaq, aşağı getdi dediyimiz zaman isə çıxacaq. Gəlin buna aid misallara baxaq. Məsələn, deyir ki, bir nöqtə verilib, burada 5-ci suala baxsaq, bizə deyir ki, bu B nöqtəsində, baxın, B nöqtəsi 1 mənfi 2 nöqtəsidir. Deyir ki, 2 vahid sola apar bunu. Gəl aparaq aşağılar. Baxın, 2 vahid sol. Şöyle sola deyilsə, mən x oxunda aparmalıyam. Sol sağ x oxunda, yuxarı aşağı y oxunda sola. Yəni 1-dən 2-ni çıxmalıyam aşağılar. Baxın, belə baxaq da məsələyə. Bu sənin koordinatın, məndə koordinatı buradadır sənin nöqtən. 2 vahid sola getməli. Baba 1 vahid, 2 vahid. Nə oldu? Mənfi 1 olmalıdır. Mənfi 1 necə tapıram? 1-dən 2 çıxanda mənfi 1 eləyir. Deməli mənfi 1, mənfi 2 nöqtəsi. Məsələn, C-nin koordinatı var 3, 5 nöqtəsi. Yenə 2 vahid sola. 3-dən 2 çıxacam 1, 5 nöqtəsi. D nöqtəsi mənfi 2, mənfi 6. Yenə 2 vahid sola olacaq. Mənfi 2-dən 2 çıxsam 0, sola deyəm, mənfi 2-dən 2 çıxsam mənfi 4, üzrü sayın. Burada mənfi 6. Gördünüz, bu şəkildə olacaq. Məsələn, 3 vahid sağa desə uşaqlar. Baxın, gəlin də sağı da yazacağım buradan. Bunlar sol olanlar. Məsələn, B nöqtəsində qələmimizi dəyişəyin. Yazıb ki, 1 mənfi 2 nöqtəsi. Sağa bax, 3 vahid sağ. Sağ deyilən 1-in üstə 3 gələm 4 mənfi 2 olacaq. Sonra C nöqtəsində 3, 5-dir uşaqlar. 3 vahid sağ dediyimiz zaman 3 vahid sağ dediyimiz zaman uşaqlar olacaq. 3-ün üstə 3 gələcəm 6, 5 nöqtəsi. D mənfi 2 mənfi 6-dır. 3 vahid sağa dediyimiz zaman mənfi 2 üstə 3 gəlirəm eləyər 1 mənfi 6. Yəni bu şəkildə olacaq. Belə. Sonra uşaqlar baxın, indi gəldik yuxarı deyil. Bax uşaqlar, indi yuxarı baxın. Yəni bunu da başqa rənglə qeyd eləyəcəm. Baxın, yazıb ki, B 1 mənfi 2-dir. Deyir ki, 1 vahid yuxarı. Bax, 1 yuxarı. Yuxarı. Nə etməliyəm? Y-da. 1 mənfi 2 üstə 1 gələcəm. Nə oldu? Mənfi 1 olacaq. C-nin koordinatları 3, 5-dir. Yenə 1 vahid yuxarı. Yuxarı hara deyirdi? X, Y-da 3, 5 üstə 1 gəlirəm 6. Sonra D-nin koordinatları mənfi 2, mənfi 6-dır uşaqlar. Yenə 1 vahid yuxarı dedim, mənfi 2. Bu da mənfi 5 olacaq uşaqlar. İndi sonra aşağı 5 vahid aşağı dediyimiz zaman uşaqlar, 5 vahid aşağı dediyimiz zaman səndə B-nin koordinatları 1 mənfi 2-dir. 5 vahid aşağı belə oxla göstərirəm. Olacaq 1 mənfi 2-dən də 5 çıxanda mənfi 7 olacaq. C-nin koordinatları 3, 5-dirsə yenə də uşaqlar 3 olduğu kimi qalacaq. 5-dən 5 çıxanda 0 olacaq. Sonra D-nin koordinatları mənfi 2, mənfi 6-dırsa bu olacaq mənfi 2, üstə mənfi 5 üstə 5 gəlsə, mənfi 6 üstə 5 gəlsə, bu da elədir mənfi 1 şəklini alacaq uşaqlar. Bu da belə. Buradan bu şəkildə olmalıdır uşaqlar. Məsələn, deyir ki, bu fiqur digərindən necə alınıb? Simmetriya yoxsa yerdəyişməyə? Baxsa, uşaqlar nöqtələrə baxmalıyıq da, təbii ki, bizə də deyilmi? Məsələn, biz burada nəyə baxa bilərik? Gəlin bunu rəngini dəyişəyin. Məsələn, bu nöqtəyə baxın uşaqlar. Mənfi 1, 3 nöqtəsi deyil mi? Bu nöqtə mənfi 1, 3 nöqtəsi. Bir dənə baxın. İndi burada nə olub bəs aşağıda? Bu nöqtəyə baxın. Mənfi 1, mənfi 3 olub. Bax, x-ları dəyişməyib, y-ları dəyişib. Onda bu nədir? Simmetriyadır. Bax, uşaqlar, gördünüz mü? Məsələn, bu nöqtəyə baxın.
mənfi 1, 1'dir. İndi buna baxın aşağıda bu nöqtəyə mənfi 1, mənfi 1'dir. Gördünüz? X-ları qalıb, Y-ları dəyişib. Həqiqətən də bu X oxuna nəzərən simmetriya. Bu X oxuna bir dənə baxın. Bu X oxuna nəzərən baxdığınız zaman bu fiqur bura köçüb də simmetrik olaraq. Hə, deməli bu nəymiş uşaqlar? Bu simmetrikdir. İndi bəs yer dəyişmə, məsələn, baxaq ki, B variantına baxsaq uşaqlar. Məsələn, mən bu nöqtəni qeyd edirəm. Baxın aşağılar. 1, 1 nöqtəsi. Burada hanı bax 1 mənfi 1 olmaydı. Varmı? Yoxdur. Məsələn bu nöqtəyə baxın aşağı. 4, 1. Hanı 4 mənfi 1 olmaydı? Olmayıb. Hə, simmetrik olaraq baxıram da simmetrik deyil. Bu nədir uşaqlar? Yer dəyişmədir. Məsələn buna baxın aşağılar. Koordinatımız mənfi 1, 1 nöqtəsi deyilmi? Mənfi 1, 1. Bəs yaxşı burada nə olub aşağılar? 1, 1 olub. Hə, bax uşaq Y oxuna nəzərən simmetrikdir. Bu. Bu simmetrikdir. Oldu? Bu da belə. Məsələn buna baxsaq uşaqlar. Məsələn bunun bu təpə koordinatına baxın. Mənfi 1, 1. Amma bunun bu təpə koordinatına bir dənə baxın. Nə olubdur? 3 mənfi 1'dir. Bu mənfi 1 ilə 3 mənfi 1 simmetrik olmaz. Deməli bu nə olacaq uşaqlar? Yer dəyişmə olacaq uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. Nə deyir bizə? Deyir ki, koordinat sistemində verilən fiqurun yerini dəyişməklə alınan fiquru çəkin. Qeyd olunan nöqtələrin yer dəyişməsi nəticəsində alınan fiqur nöqtələrin koordinatlarını yazın deyir aşağılar. Bizə baxın aşağı bunun 4 vahid sağa. Sağa deyirsə uşaqlar bu tərəfə sürüşməlidir bizim fiqurumuz, elə deyilmi? Gəlin sürüşdürəyin də. Məsələn, A nöqtəsinin koordinatlarını yazıram. A'nın koordinatları mənfi 3, 1 nöqtəsidir. Hara eləməliyəm? 4 vahid sağ. Mənfi 3 isə 4 gəlsəm 1, 1 nöqtəsi oldu. Hanı 1, 1 nöqtəsi? Bu bura. Bu oldu A nöqtəsi. Bəs yaxşı B'nin koordinatları nə olacaq? Mənfi 3, 3 nöqtəsi. Yenə 4 vahid sağa. Mənfi 3 isə 4 gəlsəm 1, 3 nöqtəsi olacaq. Bu 1, 3 nöqtəsi də burada uşaqlar. Gördünüz? Figurumuz alındı. Bu şəkildə edəcək uşaqlar. Məncə baxın uşaqlar, mən bunların hamısını etmirəm. Bir dənə də buradan bunu edəcəm mən. Qalanları siz edərsiniz, olarmı? Hansını edim? Məsələn bunu edəcəm. Baxın uşaqlar, P'nin koordinatlarına bax. 5 vahid sola getməlidir uşaqlar. P'nin koordinatlarını yazıram. 1, 1'dir. Sola getməlidir. 5 vahid sol. Deməli 1-dən 5 çıxan mənfi 4, 1 olacaq. Hanı mənfi 4, 1 nöqtəsi? Bax burada uşaqlar. Sonra M-ya baxıram. M-nın koordinatları 1, 3'dür. Yenə 5 vahid sola getməlidir. 1-dən 5'ə mənfi 4, mənfi 3, müsbət 3 olacaq. Mənfi 4, 3 uşaqlar. Baxın buradır. Bura P, bura M uşaqlar. Bunları birləşdirirəm. Sonra gəldik N'in koordinatlarına. N'in koordinatlarında da 3, 3'dür. 5 vahid sol olanda uşaqlar olacaq. Mənfi 2 ilə 3. Hanı mənfi 2, 3 nöqtəsi? Və burada uşaqlar, bura N'dir. Bura N'dir. Burada K nöqtəsi 3, 1 nöqtəsi. 5 vahid sola dediğimiz zaman 3'dən 5'dən mənfi 2, 1 olacaq uşaqlar. Hanı mənfi 2, 1 və burada. Hə, baxın uşaqlar bizim fiqurumuzu artıq köçürdük. Burada K. Bu şəkildə oldu. Yəni burada elə qeyri-adi çətin suallar deyil, sadəcə bu şəkildə koordinatlarla işləməyi bacarmamız lazım uşaqlar. Gəldik 8-ci suala. Nə deyir baxaq ki bu 8-ci sualda uşaqlar? Deyir ki, lalə düzbucaq koordinat sistemində təsvir olunan paralelogramın yerini şaquli istiqamətdə dəyişdi. Nəticədə nöqtələrdən biri mənfi 1, 2 nöqtəsinə gəlib aşağılar. Mənfi 1, mənfi 2. Harada bura gəlib aşağılar nöqtələrdən birisi. Əslində bu nöqtədir mi? Hansı nöqtədir? Bu nöqtə bura gəl. Və fiqurun yerini aşağı yoxsa yuxarı dəyişib. Təbii ki, uşaqlar aşağı dəyişib. Bu hər ikisi yuxarıdaysa bu burada düşür, aşağı dəyişir. O fiqurun yerini həmin istiqamətdə neçə vahid dəyişmişdir deyir uşaqlar. Gəlin bunun neçə vahid dəyişdiyini uşaqlar baxın biz buradan bilərik. Bu nöqtədən bura gəlib də neçə vahid dəyişmiş o. Baxın uşaqlar 1, 2, elə deyim 2, 3, 4, 5 vahid dəyişib uşaqlar. Yəni biz buradan artıq nöqtəyə görə saya bilərik. Sonra alınan fiqurun koordinat sistemini çəkin və digər təpə nöqtələrində qeyd edin deyir. Sistemin təsvir olunan paralelogramın yerini şaquli istiqamətdə dəyişib uşaqlar. Şaquli aşağı dəyişib də deyir. Bu alınan fiqura baxın uşaqlar 1 olub mənfi 1. Necə olmalı uşaqlar? Baxın belə deyəndə baxın burada sənin bu belə burada
Bax bunu dəyişib də şaquli istifadə. Bax bu olub -1. Neçə nöqtəsi olub demişdim? -2 bax bura gəlib də. Sənin bu B nöqtəndir bu. Deyək ki bu buradakı bu B nöqtən -1 3 idi. Gəlibdi -1 -2. Deməli 5 vahid hara gedib aşağı. Hamısını 5 vahid aşağı sürüşdürməliyik. Gəlin sürüşdürəyin aşağı. Hamısını 5 vahid. Məsələn A nöqtəsinin koordinatlarına baxırıq. Nə oldu? -2, 1 nöqtəsidir. 5 vahid aşağı. Nə elədik? -2 olduğu kimi qaldı. Birdən də aşağı deyilsə nə eləməliyim? Çıxmalıyım. 5 vahid aşağı getməliyim. Oldu nə? Birdən də aşağı getsə 5 vahid olacaq. -6. Baxın uşaqlar -2, -6. Burada yoxdur amma. Niyə yoxdur? Necə qeyd eləməmişlər? -2, 6. Nəsə də buralarda bir yerdədir. -4, 5, bura 6 olsun. Buralarda bir yerdədir fiqur. Bu belə. Baxın AB belə düşdü uşaqlar. Bura A'dır. Sonra bu C nöqtəsinin koordinatları nə olur? 3, 3 nöqtəsidir. 5 vahid aşağı getməlidir. 3 -2. Baxın uşaqlar 3 -2 bura gəldi. Fiqurumuz bu şəkildə. Və bir də bu D nöqtəsinin koordinatları isə 2, 1'dir uşaqlar. 2, 1'dir. Yenə 5 vahid düşməlidir. 2 -4 olacaq. 2 -4. Yox, bir dəqiqə mən səhv elədim. Buradan da 5 vahid neçə vahid dedik? 6 mı yazdı? Nə oldu? 5 olmalıydı. 5 mi olmalıydı? 6 mı? 5. Bir dənə baxaq görək. Buradan belə deyil mi? 5 vahiddən düşüb dedi. Bir dənə baxım. Səhv eləmədim ki mən burada. 1 vahid dedi. Buradan bura qədər məsafəni tapdıq da. 5 olmalıdır. Bəli. Burada bunu 5 vahid deyəndə birdən də 5 çıxanda -4 oldu. Amma burada biz nəyi səhv elədik sanki? Bizim nöqtəmiz buralara bir yere düşməliydi amma belə bir şey olmalıydı. Niyə bəs? Neyse səhv elədik biz burada. Mesela belə olmalıydı. Bizim bu D nöqtəsi 2, 1 değil mi? Baxın 2, 1 nöqtəsi 5 vahid saldıq aşağı. Yəni bu şəkildə olmalıydı bizim fiqurumuz. Niyə bəs? Məsafələrimiz. Mən əslində burada bunu səhv eləmişəm. Bu məsafə 2 vahid olmalıydı burada. Bu belə olmalıydı mənim fiqurum əslində. Bu məsafələr bax buradan bura qədər məsafə nə qədərdir? 2 deyilmi? Mən belə düşməliydi. Biri də belə düşməliydi mənim fiqurum belə. Bu şəkildə olmalıydı fiqurumuz əslində. Bu şəkildə olmalıydı. Məsələn, keçək 9-cu suala. Fiqurda Y fiqurunun F fiqurundan Y fiqurunu almaq üçün düzgün adımdan hansı bəndlər? Birinci ordinat oxundan. Baxaq görək bir ordinat oxundan nəzərən simmetrik deməkdir. Yəni bax ordinat oxundan nəzərən simmetrik olsa bura köçərdi yəqin ki fiqur. Bu olmaz. Elə deyilmi uşaqlar? Yox. Hə, deyəm, baxaq ki, ola bilərsən. Ordinat oxundan nəzərən simmetrik bura köçübdür. Eynisi. Fərzinin bəlkə bura köçüb eynisi. Belə ola bilər. Bu ordinat oxundan nəzərən belə köçüb. Bu ola bilər bəlkə. Bu ordinat oxundan nəzərən belə köçüb. Birinci adımdır da. Burada mən onu səhv elədim. Aşağı yer dəyişmə 2 vahid mi gedib? Baxaq görək aşağılar. Bu 2 vahid. Hamısı 2 vahid getməkdir. Şahsıdır ki. Bu hamısı 2 vahid getməyibdir. Bu variantı olmayacaq. Keçib bir variantı deyir ki 4 adım aşağı. Biz əslində burada səhv elədik. Bunu məsələn köçürdük burada. Gəl bir də buna baxın. Mən tam burada qarışdırdım deyəsəm. Bunun nöqtələri baxaq görək. Məsələn bu nöqtələrə baxmalıyım da mən elə deyilmi? Məsələn 1, 1 nöqtəsidir. Köçüb 2 vahid aşağı. 2 vahid eləsə nə olur? A bərabər olur. -1, 1. Olub bu? -1, 1. Əla olubdur. Sonra bu nöqtəyə baxsaq. B nöqtəsində 1, 3 nöqtəsi 2 vahid salsaq uşaqlar aşağı olacaq. Hə, olacaq. 1-dən 2 çıxanda -1, -3. Baxın görüm olub bu? Olub əla. Burada da uşaqlar 4, 1 nöqtəsidir. 4, 1 nöqtəsidir. Burada 2 vahid aşağı sürüşdüyümə görə 2, 1 nöqtəsi oldu. Baxın görüm uyğun gəldi mi? Hə, burası uyğun gəlmədi bu uşaqlar.
2 vahid aşağı ödənilen aşağı deyil. Mən bütün qatdım mı aləmi? 2A olmadı ki. Səhv elədim burada mən. Aşağı desə mən y-lara çıxmalıydım axı. Niyə bəs? Mən burada x-lara çıxdım. Burada oldu 1 mənfi 1. Bu ödədi. Buradan 3 çıxdım 1 1 oldu. 1 1 olmalıydı. Yox bu olmuyordu. 1 1 olmalıydı orada. 1 1 ödəndən 3. Hayır olmuyordu orada. Bu değil 100%. Sonra 4 adım aşağı. Ama buradan 4 adım aşağı düşmeli bu nöqtələrdən. Gəlin düşürəyim. Bunu biraz baxmamız lazım da. Məsələn burada deyək ki A, B, bu da nöqtə C oldu. A nöqtəsinin koordinatları -4 ilə 1'dir. 4 vahid aşağı deyirsə 0 1 olmalıdır. 0 1 nöqtəsi. Aşağı deyil. Mən neylədim? Yəni x-da çıxdım. -4 -3. Hani -4 -3. Buna bir baxmamız lazım da. -4 -3 nöqtəsi. Bu nöqtə bura gəldi. Bu A nöqtəsi gəldi bura. B nöqtəsi isə -4 ilə 3'dür. Buradan 2 adım 4 vahid sağa. Mən yenə də burada səhv elədim. Bütün aləmi qatdım bir-birinə. Niyə belə elədim? Axı sağa deyil axı burada. Vay 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 sağa deyir sağa. Mən götürüb yenə də aşağı apardım bunları. Səhv eləmişəm. Allah Allah niyə bəs? Bura A, B, C. A nöqtəsi oldu -4 ilə 1 nöqtəsi sağa gedirsə 4 vahid sağa gedirsə 0 1 nöqtəsi olmalıdır. Hani 0 1 nöqtəsi? X-i 0 bu nöqtə olacaq. Sonra mesela C nöqtəsinə baxsaq uşaqlar -1 1 nöqtəsi 4 vahid sağa gedirsə olacaq 3 1 nöqtəsi. Hani 3 1 nöqtəsi? Bura olacaq uşaqlar. Bu belə. Bu belə. Bunu simmetrik köçürsə bu alınmaz aşağılar. Heç bu figur alınmaz. Görürsəm sonra axı nəzərin simmetrik bu da deyil. C variantına baxaq görək nə deyir burada. C dedi ki 5 vahid sağa. İndi 5 vahid sağa deyir. Gəlin aparaq 5 vahid bunlar. Hazır burada koordinatlar yazılıb da aşağılar. 5 vahid sağa aparmalıyıq. Aparaq. 5 vahid sağa deyirsə bu əməliyyatı 1 3 nöqtəsi. Hani 1 3 nöqtəsi buradır. X-i 1 y-i 3. B nöqtəsi bu B nöqtəsidir. Bu A'dır. Bu da olsun C. Bu nöqtəsi 1 3 nöqtəsinə. Bura B'dir uşaqlar. Sonra bununla isə buranı silim. 5 vahid sağa deyirsə 1 1 nöqtəsi olacaq. Bura olacaq uşaqlar. Bura A nöqtəsidir. C'ni tapmaq üçün aşağılar. Yəni 5 gəldiğimizdə 4 1 nöqtəsi olur. Hanı 4 1 bura? Hə uşaqlar baxın. Hemen bu figürü simmetrik köçürsəm bu alınır. X aha C variantı olacaq uşaqlar cevabımız. Yəni bu şekilde oldu. Biraz özümle karıştırdım burada. Sağ sol falan mesela aşağı dedi yukarı gittim. Sağ dedi sola gittik. Ümid edirəm ki başa düşdü sualı uşaqlar. Videomuz bu kadar uşaqlar. Ümid edirəm ki video sizin üçün faydalı olar. Videonu beğenip kanala abone olmayı unutmayın uşaqlar. Sağ olun.